Misal, tövhid nədir? Allahı tək bilmək, ona heç bir şərik qoşmamaq. Bir şəxs əgər Allaha şərik qoşsa, onun güzəşti yoxdur. Və bu məsələdə də təqlid eləmək olmaz. Amma Furuid dində, misal, bir şəxs tutalım ki, namaz qılmalıdır, namaz vacibdir, oruc vacibdir. Namaz qılmadı, oruc da tutmadı. Bunun güzəşti varmı? Deyirik, bəli. Namaz qılmasa, qəzalarını əda edəcək. Oruc tutmasa, gərək kəfarəsini ödəyə. Növbəti başqa bir müqayisə, usul dində Allah bizdən tələb eləyir ki, biz düşünməliyik. Amma Furuid dində nədir? Düşünməsək də olar. Təqlid eləsək daha elmli bir şəxsə heç bir işğal yoxdur. Ona görə də İmam